Fatimə çarşabın başına salır, evdən çıxır getməyə. Baxırlar ki, Salman ağlayır. Salman, niyə ağlayırsan? Xanım, ay Peyğəmbərin qızı, sizin çarşabınızda olan o yamaq yerlərini gördüm, mən ağladım. Siz Peyğəmbər ümmətinin əzizi belə bir həyat yaşayırsınız, belə bir sadə həyat yaşayırsınız. Salman üçün bu kifayətdir ki, Fatiməyə ağlasın. İndi həmin o Salman bilmirəm nə vəziyyətə qaldı, Fatiməni yerdə görəndə, yerə yıxılan vəziyyətdə görəndə. Bir nəfər deyir, mən əyyam-ı Fatimiyədə çox ağladım. Ürəyim yandı, biraz gileyləndim. Öz-özümə ürəyimdə dedim ki, Salman, sən haradaydın, sən ölmüşdün ki, Fatiməni belə vurdular. Mən getdim, yatdım, yuxuda gördüm, həmin məclisdən sonra. Yuxuda gördüm, Salman yuxuma gəldi. Getdim qabağa ki, bu gileyimi ona deyəm, dedi, danışma. Mənə dedi, vəziyyət siz eşitdiyiniz kimi deyildi. Vəziyyət tam başqa cür idi, çox ağır idi. Heç kəsin əlindən bir iş gəlmirdi. Bu qədər ki, biz danışırıq, bəllidir ki, vəziyyət bundan da mürəkkəb idi. Salman deyir ki, vəziyyət çox ağır idi. Gərək onda olaydın, görərdin, əlimizdən bir şey gəlmirdi. Çünki yazırlar ki, Salmanı da döymüşdülər küçədə. Mən sizdən üzr istəyirəm, axırıncı gecədir. Mən sizdən bir söz soruşmaq istəyirəm. Sualıma görə əvvəldən üzr istəyirəm. Kimin anası rəhmətə gedib, Allah rəhmət eləsin. Kimin anası sağdırsa, burada oturanlar qeyrətli insanlardır hamısı. Birdən hansı birimizin anası küçədən gələ evə, baxaq görək ki, paltarı toz torpaq içindədir. Nə vəziyyətdə olar o? Və bilək ki, yıxılıb ona görə paltarı bu vəziyyətdədir. Birdən bilsək ki, bizim anamızı vurub yıxıblar yerə və paltarı toza batıb, onda nə hala qalar o? İndi bax gör İmam Həsənlə İmam Hüseyn nə vəziyyətdə idilər. Xanım Fatimə-i Zəhra o vəziyyətdə evə gələndə. Heç kəs yaxınlaşıb bir söz soruşanmədi. Zeynəb gəldi qabağa, dedi, ana səni and verirəm qardaşım Hüseynin haqqına. De görüm üzüyü niyə məndən gizlədirsən? Deyir, xanım əlini üzündən çəkdi, Zeynəb gördü üzünün göyərən yerlərini. Mən ki, dünən dedim, İmam Zaman məclisdə olur deyə açıq sözlər oxumayın. Fatimə-i Zəhra da belə dedi. Dedi, qızım, Əliyə demə məni vurublar. Çünki bilirdi, Əlinin taqəti yoxdur ona dözməyə. Amma Əli Zəhraya qusul verəndə, Salman deyir, gördüm, evimizin qapısı döyüldü, gecə vaxtı idi. Soruşdum, kimsən, qapını açdım, gördüm, Hüseyn dayanıb, əlin qoyub ürəyinin başına. Dedim, bala, bu nə vaxtın gəlməkdir? Niyə bu vaxtı küçədəsən? Niyə gəlmirsən? Dedi, əmi tez gəl, atan çağırır, anam öldü, anam Zəhra dünyadan köçür. Salman deyir, Hüseyn ağlaya-ağlaya gedir, mən də dalıcan gəlirəm. Amma deyir, elə bir mənzərə gördüm. Bir adamın evində bir cənazə olsa, deyərlər, uşaqlardan ayrı saxlayın, uşaqlar görməsin. Salman deyir, mən içəri gördüm, gəldim, gördüm, Həsənlə Hüseyn su gətirirlər, Zeynəb su gətirir, Əli qusul verir Fatimiyə. Amma möhkəm tapşırmışdı, demişdi ki, ucadan ağlamayın. Ona görə deyir, uşaqlar paltarlarının ətəyini ağzına qoymuşdular ki, ağlamaq səsləri çıxmasın. Salman deyir, mən baxırdım bu ürək parçalayan mənzərəyə. Əhl-i Beytin ən məzlum anlarıdır, ən ağır günləridir. Əli, o qərib Əli, adamsız Əli Fatimiyə qusul verir. Deyir, mən baxdım, o Əli ki, uşaqlara demişdi, sakit ağlayın, birdən gördüm, içərdən çıxdı, qusul verdiyi yerdən, divara söykəndi, ucadan ağladı. Soruşdular, ağacan, niyə bu qədər ağlayırsan? Dedi, mən Fatimənin bədənində bu göyərən yerləri görməmişdim. Qusul verdi, kəfən elədi. Balalar gəlib vidalaşmağa, Əsma deyir, mənim gözüm səndə idi.
Hərəsi bir dillə anasına dil deyib oxşayırdılar. Mən Hüseynə baxırdım, deyir gəldi anasının yaralı sinəsindən öpdü, ayaqlarından öpdü. Dedi, ana ya Zəhra, and olsun yaralı sinövəm. Əgər sağlığındakı kimi məni qucağıma almayasan, cənazə önündən ayrılmaram. Neçə möcüzə baş verib Əhl-i Beytdən biri də budur. Deyir, and olsun Allaha gördüm kəfənin bəndi açıldı. Xanım Zəhranın o qamçı dəyən qolları qalxdı göyə, balasını bastı bağrına. İndi Hüseyn ağlayır, Zəhra balasını basıb bağrına. Göydən nida gəldi, Əli ayır Hüseyni Fatimədən, day göydə bir mələk qalmadı ağlamayan. Güclə cənazədən ayırır Əli o yetim uşaqları. Hüseyni çəkir, Həsən özünü salır anasının cənazəsinə. Həsəni çəkir bir tərəfə, Zeynəb o balaca əllərini qoyur anasının cənazəsinə. Gecənin qaranlığında apardı Zəhranı dəfn elədi. Ondan sonra dedi, ya Rəsulallah, qızından soruş ki, bizə nə zülümlər elədilər, qızım sənə xəbər verər. Əla lənətullah aləl qavmiz zalimin, la havlə və la quvvətə illa billah.